Əziz izləyicilər, bugünkü müzakirə mövzumuz heç şübhəsiz Azərbaycan və qarşısında olan Rus-Fars şovinizmi olacaq. Bu və digər formada hücumlarla üz-üzə qalmışıq. Yekaterinburqda atılan addımlar, Fars mediasında Azərbaycan əleyhinə səslənən hədyallar, bu hücumları nəyə borcluyuq? Ümumiyyətlə, İsrail güya ki Azərbaycan ərazisindən istifadə edib kimi başlıqlarla durmadan bu istiqamətdə açıqlamalarla yadda qalan Fars mediası bununla nəyə nail olmaq istəyir və ümumiyyətlə iki hadisə arasında paralel apardığımız zaman hər hansı koordinasiya mümkündürmü ki, əslində biz uzun illərdir bu mövzu ilə bağlı danışarkən hər zaman nə ifadə edir bizim hörmətli ekspertlərimiz elə biz özümüzdə Rusiya və İran Cənubi Qafqazla bağlı koordinasiyalı şəkildə hər zaman işləyib. Yenə mi eyni bir situasiyanı izləyirik? Bu suallara birlikdə aydınlıq gətirməyə çalışacağıq. Qeyd edək ki, efimizin ilk qonağı politolog hörmətli Əli Mustafadır. Xoş gördük Əli bəy, hər vaxtınız xeyir olsun. Xoş gördük Rusif bəy, axşamınız xeyir. Axşamınız xeyir olsun. Əziz dostlar, deməli bir dəqiqə ərzində artıq 100-dən çox tamaşaçı yayımımıza qoşuldu. Mən yeni qoşulan izləyicilərimizi də salamlayıram. İzləyən hər kəsdən bu həssas mövzularla bağlı daha aktiv, daha belə ciddi mənada dəstək olmağınızı xahiş edirəm. Həm də xüsusilə də mövzu ilə bağlı mən sizin də şərhlərinizi görmək istəyirəm. Suallarınız varsa Əli bəyə suallarınızı qeyd edin, yayımı bəyənin, paylaşın. Çoxlu sayda paylaşın ki, daha çox tamaşaçı qoşulsun yayımımıza. Hörmətli Əli bəy, yəqin təxmin edirsiniz, mənim suallarımın sayı kifayət qədər çoxdur. Ancaq bu 15-20 dəqiqəlik zaman kəsiyində mən bu suallarımı indi uyğunlaşdırıb verəcəm ki, hər birinə bir cavab tapmağa çalışaq. Nələr baş verir? Bax, Fars mediasında Azərbaycan əleyhinə səslənən hədyanlar, Rusiyadan Azərbaycan əleyhinə atılan addımlar, bunlar arasında bir koordinasiya varmı sizcə? Rusif bəy, sizin də qeyd elədiyiniz kimi son günlər sanki bir İran və Rusiya tərəfindən bir sinxron hücum planlaşdırılıb və həyata keçirilir. İlk baxışda güya bunlar İsraillə olan savaşlarının davamını burada sürdürürlər, nə bilim, nəyinsə qisasını alırlar falan. Amma gerçəkdə məncə vəziyyət başqa cürədir. Əvvəla biz onu bilirik ki, Azərbaycan son 100 ildir, eyni zamanda təkcə Azərbaycan deyil, digər Türk Cumhuriyyətləri də Rusiya və İranın birgə razılaşdırıldığı projeye uyğun olaraq mühasirədədirlər. Şimaldan Rusiya, cənubdan da İran bu iki Türk dünyasını sanki bir blokadiya alıblar. Xüsusilə də Ermənistan vasitəsilə onu Anadolu Türklərindən ayırıblar. Həm Türkistan Türkləri, həm Qafqaz Türkləri bu iki imperiyanın işğalı arasında, baskısı altında falan. Və demək olar ki, bu günümüzə qədər bu siyasət davam edir. Eyni zamanda Rusiyanın içindəki Türklərin də, İrandakı Türklərin də hər zaman çox ciddi bir assimiliyasiya məruz qaldıqlarını görürük. Məhz milli kimliklərinə görə, dini mənsubiyyətlərinə görə onların davamlı olaraq tutulduqlarını, işgəncəyə məruz qaldıqlarını, döyüldüklərini, öldürdüklərini deyə bilərik. Elə, məsələn, İranda da ki, 46-cı ildə qurulan Cumhuriyyət fəallarına qarşı ümumiyyətlə Güney Azərbaycanda törədilən cinayətlər, onlara, o insanlara divanlı tutulması. Rusiyanın özündə də ki, bir qayda olaraq Rusiyada yaşayan türklər, türk qövmləri daim 30-cu illərdə, 40-cı illərdə onlar Stalin represiyasının qurbanı olublar. Sonra müharibədə böyük qırğınlara məruz qaldılar və müharibədən sonra da bir formada bu baskıları biz müşahidə eləmişik. Yəni, bax, deməyim odur ki, bu yeni bir məsələ deyil. Əslində, bu iki köhnəlmiş, bu feodal imperiyası hər zaman Türklərə hücum ediblər, hər zaman Türklərə pislik ediblər. İndi də görünür bu müstəqillik dönümündə Azərbaycanın da, Türkistanın da bir qədər güclənməsi, özünə gəlməsi bunları narahat edir. Və bunlar fikirləşirlər ki, bu Türk dünyası güclənərsə, burada bir Türk birliyi formalaşarsa, bu mütləq İranın içindəki Türklərə və Rusiyanın içindəki o əsarətdə olan Türklərə təsir edəcək, onların o milli azadlıq hisslərini gücləndirəcək və nəticədə bu ədalətsiz, geri qapalı bu imperiyaların ikisi də çökəcək. Bax, bu olmasın deyə sanki onlar yenidən Azərbaycanı və digər Türk Cumhuriyyətlərini bir növ hədəf seçiblər. Elə bu günlərdə mən rast gəldim, artıq ikinci bir baskı olarsa, savaş olarsa, hətta İran ərazisindən, daha doğrusu Güney Azərbaycan ərazisindən. Güney Azərbaycan ərazisindən, bəli, bəli. Və mən də qabaqlayacaq əslində. Atmaq və bunu da
Güney ilə Quzeyin göz savaşı kimi təqdim eləmək. Belə bir hazırlıqları var. Yəni bu Molla Fars rejiminin belə bir hazırlığı var. Rusiyanın da son günlər elədiyinin bir adı var. Bu dövlət terrorizmi. Əslində Rusiya hər zaman bu terrorçuluqla məşğul olubdur. Biz Rus faşizminin özünün belə Alman faşizmindən daha qədim olduğunu, daha qəddar olduğunu bilirik. Amma bu son günlər törədilən, mən hesab edirəm ki, bu təbii ki, dövlət səviyyəsində terrordur. Bunun adını qoymaq lazımdır və dünyaya müraciət etmək lazımdır. Rus terrorizmindən, Rusiyadakı dövlət səviyyəsindəki terrorizmindən, buradakı Azərbaycanlıların əlbəttə müdafiəsinə, onların qorunmasına ciddi ehtiyac var. Orada yalnız insan haqları pozulur deyə bilmərik. Orada ümumiyyətlə bütövlükdə bir xalqın məhz milli kimliyinə görə, dini mənsubiyyətinə görə orada yəqin ki, hələlik onlarla, yüzlərlə də, amma bu rəqəm arta bilər. İnsanların bir çox ciddi bir baskı ilə, ədalətsizliklə, haqsızlıqla, qanunsuzluqla, zorbalıqla üz-üzə qaldığını görürük. Yenə deyirəm, bunun adı dövlət terrorizmi. Bu pislənməlidir, qınanmalıdır və məncə bu da yetərli deyil. Əslində, yəqin ki, beynəlxalq təşkilatlara da müraciət olunmalıdır, dünya birliyinə müraciət olunmalıdır və bu terror, dövlət terroru dayanmazsa, o halda o insanlarımızın vətənə qayıtması, o insanlarımızın bir şəkildə qorunması üçün başqa hansısa tədbirlər görülməlidir. Açıq mən düşünürəm ki, İran və Rusiya sanki bir uzlaşdırılmış, razılaşdırılmış bir siyasət çərçivəsində Azərbaycana qarşı, Azərbaycanlılara qarşı bu vəhşiliklərə, bu terrora başlayıblar. Əlbəttə, biz də öz müttəfiqlərimizə, öz dostlarımıza müraciət eləməliyik. Yəqin ki, burada Türkiyənin, Pakistanın, beynəlxalq təşkilatların, Avropada olan bir çox dostlarımızın və digər Türk dövlətlərinin bu məsələdə bir növ səsini qaldırması və Azərbaycana bu ağır dönəmdə dəstək olması olduqca vacibdir. Qısası, dünyada bir qütbləşmə gedir. Sanki bir bloklaşma gedir. Bax, indi son hadisələrdə biz gördük ki, Pakistan ciddi şəkildə İranı dəstəklədi İsrail-İran qarşıdurmasında. Amma Pakistanla İranın hər zaman münaqişəsi oldu. Bax, indi bizim əslində bu məsələdə Pakistanı da yanımıza almamız, onun da dəstəyinə, onun da köməyinə bir növ düşünürəm ki, müraciət etməmiz çox doğru olar. Yəni, əslində bizim də kifayət qədər gücümüz var. Sadəcə orada bir dinamikləri işə salmaq lazım. Bəli, şübhəsiz ki, indi bu İran məsələsi ilə bağlı danışarkən, hörmətli Əli bəy, Azərbaycan Quzey ilə Güneyi üz-üzə qoymaq istəyən, bax, indi kadrlarda da görürsünüz də, İranın müxtəlif kanallarıdır. Bu xanım da burada Azərbaycan dilində danışır, əslində Azərbaycan türkcəsində danışır. Yəni, onu biz hesab edirəm, gedib fars dilində danışsa daha məqsədə uyğun olar. Güya ki, bu Güney Azərbaycanı təmsil edir və Quzeyə öz iradını bildirir. Bax, sizcə bu kimi təxribatçı addımlar bir nəticə verə bilərmi? Yəni, bununla nəyə ümid edir bu Fars Molla rejimi? Molla rejimi başa düşür ki, növbəti bir baskıda, əslində bax, bu İsrail-İran savaşı, 12 günlük savaş, bu rejimin nüfuzunu, gücünü yerdən yerə vurdu, rüsvay elədi. Onun nə qədər gücsüz olduğunu, nə qədər biabırçı olduğunu, qeyri-adekvat olduğunu ortaya qoydu. Yəni, balaca bir ölkə, 10 milyon əhalisi olan bir dövlət 12 gün içində bu boyda imperiyanın 90 milyon əhalisi olan 1.7 milyon kvadrat kilometr ərazisi olan bir dövləti rəzil bir vəziyyətə salıb. Bunun bu rüsvayçılığı kiminsə ayağına yazmaq lazımdır. Bir şey var, bunlar gizlin olmayıb ki, günün günorta çalıb da İsrail təyyarələri Azərbaycandan gəlmir. İsrail təyyarələri Suriya və İraq üzərindən keçib, gəlibdir və açıq Ağbədəyi mərdi-mərdanə İranı bombalayıb. İranı bombalayıb, nə bilim, onun hava hücumundan müdafiə sistemini vurub, onu vurub, bunu vurub. Yəni, burada hər şey açıqdır. Sənin sözün var, necə də etirazın var, bəllidir də. Səni rəzil günə salan güc bəllidir. İsrail bunu gizlin eləməyib ki, sən durub şey axtarasan, anonim bir düşmən axtarasan. Artıq gəlib savaşıb, sənin o hərbi gücü də darmadağın edib, o yeşə-yeşə danışmağı da əsassız olduğunu ortaya qoyub. Və açıq onu da deyim ki, biz də əslində bu məsələlərdə lap düşəndə qınamışıq da, İranı qınamışıq da. Daha doğrusu İsrail'i də qınamışıq. Hətta demişik ki, Azərbaycanla işin yoxdur. Demişik ki, məsələn, Güney Azərbaycanda bizim qardaşlarımız yaşayır. Biz gerçəyi demişik. İranda bugün 50 milyon Türk yaşayır. Və bu 50 milyon Türk'ün ağrısı, acısı bizim ağrımız, acımızdır. Biz yəni o müharibə dönəmində də
bir mənəvi, psixoloji dəstəyimizi bildirmişik. Düşəndə İsrailə etiraz etmişik. Demişik, ümumiyyətlə bu addımları etməyin. Yox, mütləq hansısa bir zərurət varsa, falan varsa, heç olmasa mülki insanları vurmayın. Mümkünsə heç olmasa Güney Azərbaycanı vurmayın, Təbrizi vurmayın. Yəni biz bundan artıq edə bilməzdik ki. Və bunu deyən, böyle bir mövqe qoyan tərəf, burada nədəsə qınamaq, bu sadəcə riyakarlıqdan, bu yaramazlıqdan başqa bir şey deyil. Dedim ki, İsrail ortadadır. Keçib gəldiyi hava məkanı ortadadır. Amerika bombalayıb, o da ortadadır. İndi sən o deyir, o məsələ bizdən uzaq, nəyə gücü çatmır, nəyə döyəşdir bir məsələ var. Onun indi o gəlib bunun başına o vuranlardan gücü çatmır, hesabat dinləsin, sorgulasın. Azərbaycanı qınayırlar, Azərbaycanı itham edirlər. Burada nədir məsələlərdən biri? Əvvəla indi Azərbaycanla İsrailin münasibətləri var, olsun. İsraillə Amerikanın da münasibətləri var. İsraillə Fransanın da münasibətləri var. Onda gedin Fransanı da hədəliyin. İsraillə Almaniyanın da münasibət var. Gedin onda Almaniyanı da hədəliyin ki, niyə sən onu dəstəkləyirsən? Üstəxli var. Sən Ermənistana, Qarabağa silah-sursat daşıyanda, yanacaq daşıyanda, nə bilim Ermənistana benzin daşıyanda biz səni qınamırdıq ki. Sənin axı ən azı bu məsələlərdə Azərbaycanı qınamağa axırıncı haqqı olan dövlət İrandır. Sən 30 il erməniləri dəstəklədin, ermənilərlə qardaşlıq edin. 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına göz də yummadın. Bizi bəlkə də qınayarlar ki, neytral oldunuz, bir tərəf oldunuz. Amma qətiyyən müdafiəsinə qalxdılar. Əksinə hələ onu demək istəyirəm. Biz hələ nəzərə alıb ki, biz bu məsələdə çalışdıq ki, bu savaş olmasın. Dəfələrlə bildirdik ki, savaşı dayandırın, danışıqlarla məsələləri çözün falan. Amma onlar əksinə ermənilərə kömək elədilər. Açıq və gizlin şəkildə. Hətta 2-ci Qarabağ savaşında belə bizim o güneydəki qardaşlarımız gedib o tırlara od vurub yandıranda bəlli oldu ki, onlar yenə Ermənistana neft götürürlər, silah götürürlər. Yəni bu qədər rəzillikdən sonra sənin nə haqqın var? Hansı hüququn var Azərbaycana nəsə tələb edirsən? Deyirlər Azərbaycan neftini İsrail alır, nə bilim o da istifadə edir falan. Azərbaycan neftini zaten hamıya satır. Onun nə dəxli var? Bir maraqlı bir detal da deyim, hörmətləri bir izninizlə. Azərbaycan o İran ermənilərə nefti, ərzağı, yardım kimi gizlin, pulsuz, parasız vermiş ki, biz dünya neftimizi pulla satırıq. Ticarətdir, bəli. Yəni buna görə Azərbaycanın qınamağa ən axırıncı haqqı olan dövlət İran dövlətidir. Buyurun. Və bir haşiyə çıxın bu məqamda. Deməli, ötən gündə bizim hörmətli ekspertlərimizlə bu məsələni danışarkən çox maraqlı iddialar da var, Əli bəy. Bilirsiniz də bu qeyri-rəsmi satır axı neftini filan İran tərəfi. Tankerlərlə, qaçaq yollarla filan satır. Və heç kim təminat verə bilməz ki, o neft, o nə bilim yanacaq bu və ya digər formada dolayı yolla İsrailə getmir. Yəni belə iddialar da dolaşmaqdadır. Ola bilər, biz ona görə, yenə deyirəm, o açıq və gizlin şəkildə Ermənistana neft verirdi, satmırdı və pay verirdi. Pay verirdi ki, həmin neftlə, həmin o kerasinlə ermənilər tanklarını, nə bilim, təyyarələrini doldururdular və Azərbaycana hücum edirlər, Azərbaycana ateş açırdılar. Bunu edib də İran, indi o etmə edərlərdi. Sən 30 il ərzində Azərbaycanın bütün o 900-dən çox kəndini, şəhərini söküb satılmasında iştirak eləmişsən. Bütün o Qarabağdakı o xarabalar ki var, o viranə qalmış şəhərlərimiz, kəndlərimiz. Onun o materialları, o daşları, kərpişləri, nə bilim o tikinti materiallarını ermənilər hara satır? Kimə satır? İrana satır. İranla bir yerdə oranı viran qoyublar. Sənin haqqın var Azərbaycandan böyük nəsə umub küsəsən. O ki qaldı Güney Azərbaycan və Quzey Azərbaycan. Bunu edə bilməzlər. Biz bir millətik. Sadəcə olaraq bir hissəmiz uzun illər Rusiyanın işğal altında olub. Bir hissəmiz də Fars Molla rejiminin işğalı altındadır hələ də. İndi şimalda, quzeydə nisbətən, qismən azad olmuşuq. Hələ də Rusiya bilirsiniz, əlini çəkmir, hələ də Rusiyanın təzyiqləri var, baskıları var. Amma indi ən azı bir suveren dövlətimiz var, müttəfiqlərimiz var, artıq Türkiyə var yanımızda, Pakistan var yanımızda. Güneydə isə xalqımız hələ də işğal altındadır. Hələ də Fars Molla rejiminin müstəmləkəsi, zülmü altındadır. Çox təəssüf ki, o təbliğat yaramaz şeydir də. Təbliğatla bəzən görsən o rəhmətlik Çingiz Aytmatovun o Manqurt Cumhur əsrə bərabər əsərində var. O hətta o insanı beynini yuyanda oğul anasını belə. İndi güneydə də görülür bunlar o təbliğatla, təşviqatla kimləri sən inandıra bilirlər, yaxud da indi bir formada ələ alıblar, istifadə edə bilirlər. İndi o danışılan o xanım, məsələn, bir belənciləri. Bunlar öz dilimizdə təmiz türkçə iki milləti bir-birinə düşmən etməyə çalışır. Əlbəttə, bunu etmək olmaz.
Mən əminəm ki, güneydəki türklər, quzeydəki türklər heç vaxt bu Molla Fars fitnəsinə uymayacaq. Bəli, bəli. Farsların o sinsi siyasətinə, o qəbi siyasətinə, yəni min illər boyu onlar düşünüblər ki, türkü türklə necə savaşdırsınlar, türkü türklə necə vuruştursunlar. Onun üzərində bu Fars imperiyası qurulub, onun üzərində bax bu Rus imperiyası qurulub. Əgər vaxtilə Əmir Teymur Toxtamışla savaşmasaydı, vaxtilə Sultan Səlim Şah İsmaillə savaşmasaydı, bugün o nə Rusça danışacaqdı, nə də Farsça danışacaqdı. Onlar hamısı Türkçə danışırdı. Onlar həmişə türkə qarşı qoymaqla, vuruşturmaqla, bizi bir-birimizə salışdırmaqla, fitnəkarlıqla, fəsad çıxartmaqla öz mövcudluqlarını qoruyub saxlayıblar. İndi də İranda həmin şey edirlər, o Fransadan idarə olunan, nə bilim o Vatikandan yönəldilən o Molla Fars rejimi çalışır ki, güneydəki insanlarımızın zəhərləsin. İndi müxtəlif şəhər böhtan atırlar, ay nə bilim dronlar Azərbaycandan gəlib, ay falan şey Azərbaycandan gedib. Bunlar hamısı şəhər böhtandır. İsrail buna açıq deyir, yenə mərdə-mərdanə deyir ki, hərçənd də biz bunu təqdir etmirik, bəyənmirik, amma deyir də İsrail deyir ki, mən dronları İranın içində yığmışam. Tehranın ortasında zavod düzəltmişəm, hissələri aparmışam, orada yığmışam. Bunu özünə sığışdırmır, başlayır bu cür hədyanlara. İsrail deyir ki, mən bu günləri sənin o sepahın yarısı mənim agentimdir. Deyirlər ki, biz şeyi vurmuşuq, Massadın binasını vurmuşuq, o da deyir ki, boş binanı vurmuşsunuz. Massadçılar hamısı bugün İrandadır, Tehrandadır. Bəli. Yaxşı, bu boyda biabırçılığı, sən gücün çatmır, səviyyən çatmır, intellektin çatmır, sənin təhlükəsizliyin bərbad, nə bilim, müdafiən bərbad, 18 saatdan sonra reaksiya verirsən. Sənin düşmənin də bəllidir, sənin başa od yağdıran da bəllidir. Bugün istədiyi an İsrail təyyarələri girir İranı, bombalayır, çıxır. Sən deyir, öyle deyirəm, ona gücün çatmır, gəlib Azərbaycan, niyə denirsən? Azərbaycanlıq burada nə var? Azərbaycan bilmir ki, bu nə qədər həssas məsələdir. Azərbaycan dəfələrlə deyib ki, biz Azərbaycan üzərində kiminsə İrana hücum etməsinə imkan verməyəcək və vermir də. Doğru da eləyir. Bunu məncə bizim dostlarımız da başa düşür, düşmənlərimiz də başa düşür. Amma belə bir şəraitdə bu rüsvaçılığı, bu məğlubiyyəti kiminsə ayağına yazmaq lazımdır və fikirləşirlər ki, zəiflən Azərbaycan. Və eyni vaxtda da Rusiya da oradan başlayır. Deməli, iki imperiya yenidən düşünürlər ki, hələ fürsətdir, istifadə edək ki, Azərbaycanın üzərinə. Onlar anlamırlar ki, Azərbaycan tək deyil. Bugün Azərbaycanın yanında Türk Dövlətlər Təşkilatı var. Bugün Azərbaycanın yanında Türkiyə var. Bugün Azərbaycanın yanında Pakistan var. Dünya var. Yəni, əgər məsələ böyüyəcəksə, Azərbaycan xalqı öz müdafiəsinə qalxacaq. Artıq uzaq başı nədir o? Oradakı o Rusiyadakı həmyerlərimiz var. Bir gün onlar da çıxıb gələcək. Bir gün onlar da qayıdıb gələcək. Ondan sonra Rusiya neyəcək? Onların orada gördüyü işi o Ruslar görə bilmir, özləri görmür. Bir gün elə vəziyyət, indi Türkistandakı türklərə qarşı da eyni vəhşilikləri törədirlər. Sabah o Özbək də, Qırğız da oranı tərk edəcək. Ondan sonra nə olacaq? Ondan sonrası məlumdur artıq. Arar içməkdən, sal yeməkdən başqa əllərindən bir iş gəlmir. O bazarları, o ticarəti, o təmizliyi, o falanı, o rifahı orada yaradan bizim insanımızdır. Bəli. Aydındır, hörmətli Əli bəy, mən sizə təşəkkürümü bildirirəm. Minnətdaram bu dəyərli təhlillər üçün, fikirlər üçün, zaman ayırıb iştirak elədiyiniz üçün. Çox sağ olun, var olun bəy, bir daha.